Kənddə yaşayırsansa səhər tezindən durmalısan. Kənddə səhər tezdən duran kimi insanların əksəriyyətinin işləri belə olur adlı vloqumla qarşınızdayım. Mən də tezindən durub əlimi üzümü yudum, tez bazar çaydan içib yolumu gözləyən heyvanların yanına getdim. Hər gün ilk iş balaca dananı kəndirə bağlayıb inəyi sağmaq olur. İnəyi anam sağır, mənim bu işdə təcrübəm yoxdur deyə bacarmıyorum. Sonrasında ananı baladan ayırmaq olmaz deyib dananı buraxıram ki, anası ilə biraz vaxt keçirsin, südünü içsin. Çünki anası birazdan süd toplamaq üçün sahəyə işə gedəcək. Həmin arada böyüdüb başa çatdırıb, sonrasında satıb pul qazanacağım olan erkək danama suyunu, otunu verib, inəyi və digər böyük danamızı növbata ötürüb gedirəm toyuqlara baxmağa. Toyuqlar da həsrətlə yolumu gözləyirlərmiş. Başqalarını bilmirəm, mən toyuqlarıma gündə 2 dəfə səhər axşam buğda və qarğıdalı verirəm. Günorta da ruzi Allahdandır deyib özləri başlarını qatırlar. Balaca cücələrə baxdıqdan sonra qalır tək iş yumurtaları toplamaq. Yayda toyuq nədənsə az yumurtlayır. Səbəbini bilənlər fikirlərini video şərh bölməsinə qeyd etmədilər. Yumurtaları götürüb toyuqlara son göstərişlərimi verib günəşin ilk işıqları ilə işimi yekunlaşdırıram. Bəs sizin kənddə ilk işiniz nə olur səhər tezdən?